Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بقية الله خير لكم إن كنتم مؤمنين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Salam əziz izləyicilər, əziz möminlər. Bildiyiniz kimi Şaban ayının 15-i Nimi Şaban Həzrəti İmam Zamanın mübarək mövlud günüdür. Onun doğum günüdür. Və bu gün elə biz, siz əzizlərlə məhz İmam Zaman əleyhissalamın varlığı haqqında, onun varlığının zərurəti haqqında söhbət eləyəcəyik. Məhdəviyyət mövzusu İmam Zamanın özündən daha çox onun missiyasına hər bir inanclı insanın diqqətini çəkir. Ki, İmam Zamanın missiyası nədən ibarətdir? İmam Zaman əleyhissalamın missiyası ayə və hədislərə əsasən xilaskar məsələsidir. İmam Zamanın missiyası xilas etmək. Məhdi Əccalallahu Teala fərəcəhu şərif ki deyirik, hidayət edən, qaim, Peyğəmbərin qiyam edəni. Yəni, məhz İmam Zaman əleyhissalamın missiyası xilaskar məsələsidir. Elə məhz hər şey elə Həzrəti Məhdinin xilaskar mövzusundan başlayır. İmam Zaman Allahın istədiyi o ilahi sistemi gündəmə gətirəcək, o ilahi sistemi quracaq. İmam Zaman əleyhissalam heç bir peyğəmbərin və imamların görə bilmədiyi, həyata keçirə bilmədiyi, yəni bütün dünya o həzrətin vasitəsi ilə ki, peyğəmbərlər, imamlar o işi tamamlığı ilə görə bilmədi. İmam Zaman əleyhissalamın qiyamı onun zuhurunda Allah istədiyi kimi dünya idarə olunacaq, insanlar idarə olunacaq. Diqqət edin, əziz möminlər. Bu mövzu o qədər ciddi bir mövzudur ki, peyğəmbərin və imamların zamanında bu mövzu hətta onların mübarək dilindən, hədislərlə nəql olunurdu. Ki, bizim nəslimizdən, mənim balalarımdan bir nəfər zuhur edəcək və o insanlara ilahi bir yaşamı təqdim eləyəcək. Allahın hökmləri onun zuhuru ilə həyat tapacaq və ilahi bir sistem dünyaya hakim olacaq. Bütün dinlərdə, Qur'an olsun, bizim səmavi dinimiz, şəriətimiz, istər Tövrat, Zəbur, İncil, hər bir kitabda, o səmavi kitablarda məhz bu xilaskarın gəlişi ilə bağlı, onun varlığı ilə bağlı bəşarətlər verilibdir. Ki, mütləq o gələcək. Və ən ciddi məsələlərdən də biri budur ki, xilaskar mövzusuna, inancına hər bir insanın fitrəti meyillidir. Hər bir insanın fitrəti, onun ağlı belə bir hökm eləyir ki, mütləq bu dünyanı islah edəcək, bu bəşəriyyəti islah edəcək bir adil insan, bir adil varlıq gəlməlidir, zuhur eləməlidir. Və hər bir insanın fitrəti və ağlı bir gün yaxşı olacaq kimi yaşayır ki, bu dünyanın gərdişi belə getməyəcək. Mütləq bu dünyanın bir yaxşı tərəfi olacaq, düzələcək. Yəni, bunu bizim fitrətimiz və ağlımız hökm edir. İmam Zaman əleyhissalam bütün dünyaya hakim olacaq. Bütün sistem vahid bir sistem olacaq. Yəni, İmam Zamanın varlığı ilə o həzrət bütün dünyaya hakim olacaq heç, həm də o həzrətin varlığı ilə o həzrətin idarəçiliyi ilə vahid bir ilahi sistem qurulacaq yer üzərində. Çünki Allahın hədəfi buydu.
o qədər peyğəmbərlər göndərilməsində, imamların göndərilməsində Allahın hədəfi buydu ki, Allah öz sistemini, öz hakimiyyətini yer üzərində qursun. Amma bu peyğəmbərlərə cəfa elədilər, öldürdülər, zəhər verdilər imamlara. Yəni bu ilahi övliyalara imkan vermədilər ki, bu Allahın hədəfi gerçəkləşsin. Bəs Allah niyə imamı qeybə çəkdi? Yəni bu sonuncu imamı Allah nə üçün qeybə çəkdi? Bilirsiniz də Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin 2 qeybəti var. Qeybəti Soğra və qeybəti Kübra. Ki biz qeybəti Kübra ən böyük qeybətini çəkirik Həzrətin. İndi mütəal Allah bu imamı niyə qeybə çəkdi? Çünki o imamı da öldürəcəkdilər. O imamı da şəhid eləyəcəkdilər. Allah o imamı qeybə çəkdi. İnsanların gözündən, insanların içindən çıxardı, qeybə çəkdi imamı. Və Allah o vaxtda o imamı göndərəcək ki, insanlıq, bəşəriyyət onun varlığına ehtiyac duyacaq. Onu istəyəcək. Onun gəlişini, onun qiyamını, onun hökmü quracağı ilahi bir hökumətin intizarında olacaq. Baxın, Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin intizarında olmaq, bu özü bir həqiqətdir ki, hər bir bəndənin ruhiyyəsində intizar anlayışı olmalıdır. İntizar ruhiyyəsində olan cəmiyyət daha yaxşılarıdır, daha layiqlidirlər ki, onlar ilahi övliya ilə görüşsün və o zuhur eləsin. Gərək intizarı çəkilsin, o ilahi övliyanın yolunu gözləyək, onun gəlişini istəyək. Bu müntəzir olmalıyıq ki, yəni o ilahi sistem arzusunda müntəzir olmaq, yəni Allah, sənin bir dənə sistemin var ki, bir hədəflərin var ki, bir istəklərin var ki, o hədəflər və istəklər o ilahi övliyanın vasitəsi ilə gerçəkləşəcək. Bunun intizarında olmaq ən üstün ibadətdir. Əfsəlül əmal, intizarül fərəc. Ən üstün əməl Peyğəmbərdən hədisdir. O imamın, o ilahi övliyanın gəlişinin intizarında olmaqdır. İlahi övliya zuhur etməlidir, o gəlməlidir və ilahi qayda qanunlar gündəmə gətirilməlidir onun varlığı ilə. Ona görə biz nütbə duasında oxuyuruq ki, hardasan ey o kəs ki, Allahın ölmüş ayələrinə həyat verəsən, dirildəsən. Yəni sənin zuhurunla Allahın o əməl olunmayan ayələri əməl olunacaq. Sən belə bir şəxssən. İmam Zaman əleyhissalamın zuhuru ilə hər şey daha yaxşı olacaq, hər şey daha yaxşı inkişaf etdiriləcək. Bəs niyə Allah o xilaskarı göndərmir? Nə üçün? Çünki hələ bəşəriyyət onun varlığını ehtiyac bilmir. Yaxşı, onda Həzrət zuhur eləməyəcək, zuhur eləyəcək. Allah buyurur ki, ca'əl haqq və zəhərəl batil. Haqq gələcək, mütləqdir və batil məhv olacaq. Amma insanlıq bir gün onun varlığını hiss eləyəcək. Onun gəlişinin intizarında olacaq. Biləcək, insanlıq başa düşəcək ki, o gəlməsə, insanların maddi, mənəvi bütün problemləri onun gəlişinə bağlıdır. O gəlməsə həll olan deyil. Baxın, əziz möminlər, mən 2 məsələni vurğuluyum. Müntəzirlə bağlı, intizar çəkənlərlə bağlı. Birinci budur ki, İmam Zamanın quracağı dövlətin intizarında olmalıyıq. O hökumətin, o quracağı ilahi hökumətin intizarını çəkməliyik. O ilahi dövlət gəlsin, o dövlətin idarəçisi, o Allahın müəyyən elədiyi imam, o vəli, o ilahi övliya gəlsin və Allahın istədiyi o ilahi hökumət qurulsun. Biz o dövlətdən o qədər danışmalıyıq ki, İmam Zamanın quracağı dövlətdən. O qədər danışmalıyıq ki, qəlbimiz daim onu yad eləyəndə, onun hökumətindən, onun quracağı ədalətli bir
hakimiyyətdən, o ilahi bir sistemdən danışanda bizim qəlbimiz sevinsin. Qəlbimizdə bir sevinç yaranmalıdır. Və belə bir dövləti, belə bir İmam Zamanın quracağı dövləti Allahdan çox istəməliyik. İkinci məsələ budur ki, o dövləti quracaq və yaradacaq kimdir? Həzrət İmam Zaman əleyhissalamdır. Allah övliyasıdır. Allahın təyin elədiyi xəlifədir, imamdır. İmam Zaman sıradan bir kəs deyil ki, o sərkərdə deyil. O, Allahın təyin elədiyi imamdır. Biz ona imam baxışı ilə baxanda ki, yerin, göyün rəhməti məhz onun varlığına görə Allah bizə nimətləri bəxş eləyir. Belə bir imam gələcək. O ilahi höccətdir. Allahın son höccətidir. Ki Allah özü ayədə buyurur ki, bəqiyyətullah, Allahın son saxladığı xayrul ləkum. Sizin üçün daha xeyirlidir. İn kuntum müminun. Əgər mömin olsaz. Çünki o zəxirə olunan çox dəyərli bir şeydir. Elə bir dəyərdir ki, siz onunla dəyər tapa bilirsiniz. Onunla həqiqətlərə yol tapa bilirsiniz. Onun varlığı ilə hidayət ola bilirsiniz. Bəli, o höccət bir gün gələcək və onun bizimlə birgə olması onun quracağı hökumətdən daha sevincli bir şeydir. Daha sevincli bir şey. Mən Allah övliyası ilə birgə olacam. Onunla bir nəfəs alacam. Onu görəcəm. Onunla birgə olacam. Bunun özü insana bir xoşbəxtçilik gətirir. Bugün qeyb dövrüdür. Yəni İmam Zamanın qeybə çəkildiyi bir dövrdür. Qeybət-i kübradır. Yaxşı, biz möminlərin İmam Zamanın dövründə ki, yaşayırıq, qeyb dövründə vəzifəmiz nədir? Baxın, ən mühüm vəzifələrimizdən biri səbirdir. Səbr eləmək. Çünki səbr eləməsək, İmam Zamanın varlığını hiss edə bilməyəcəyik. Onun intizarında olmayacaq. Baxın, İmam Sadiq əleyhissalam buyurur ki, hələkəl müstəcilunə nəcəl müsəllimun və səbətəl mütəvərriun. Tələsənlər həlak oldular. İlahi hökmə tələsənlər həlak oldular. Təslim olanlar isə nicat tapanlardır. Ehtiyatlı və təqvalı olanlar isə öz yolunda sabit qədəm olanlardır. Baxın, bu hədis, mən indi hədis söyləyəcəm, Qeybət-i Nu'manidədir. Müəyyən bizim vəzifələrimiz var, onlara əməl etməliyik. Onlara əməl etməliyik ki, o imamın zuhuru təcil olsun. Məsələn, biz müəyyən şəriətin qayda qanunlarına əməl eləməliyik. Məsələn, müəyyən boynumuzda olan vacibatları yerinə yetirməliyik və öz əqidə məsələlərimizə möhkəm olmalıyıq, inanclı olmalıyıq və təbii ki, bunların yanında da dua edirik. İlahi, əccilli vəliyyi kəl-fərəc. İlahi, onun gəlişini tezləşdir. Allahümmə əccil vəliyyi kəl-fərəc. Allahım, o övliyanın, o imamın gəlişini tezləşdir. Yaxşı, səbirdən deyirsən, amma tələsirsən. Baxın, əzizlər, bu o mənada deyil ki, səbir, sakit oturum, durum yerimdə. Yox, dua eləməlisən, istəməlisən, Allaha yalvarmalısan və onun gəlişi üçün əlindən gələni etməlisən. Hər o iş ki, onun zuhuruna zəmin yaradır, o işi görməlisən. Bəli, deyirik, təcil ilə, əccilli vəliyyi kəl-fərəc, tezləşdir, amma özümüz tələskən deyilik. Özümüz Allahın o təqdirinə, onun hökmünə təslimik. Necə ki, hədisdə oxudum. Biz özümüz tələsmirik, onun gəlişinin təcil olmağını istəyirik. Özümüz bütün boynumuzda olan əməllərə tələsmədən, səbirlə yerinə yetiririk. Ta o həzrət zuhur edənə qədər. Deyirik, əccil, tələsdir, ilahi onun tezləşdir zuhurunu. Amma özümüz hələkəl müstəcilun, amma özümüz tələsərək özümüzü həlak edənlərdən deyilik. Biz bizə o həzrətin zuhurunun təcil olmasını istəyirik. Baxın, bir rəvayət oxuyum mən. Bu Əmal-i Şeyx Tusidədir. Deyir, Allahın Rəsulu buyurdu ki, bir dövr gələcək ki, o dövrdə yaşayan insanlar, o dövrün insanları, onların birinin əcr və mükafatı sizin 50 nəfərinizin
əcr və savabından yuxarı olacaq. Qat-qat artıq olacaq. Peyğəmbər səhabələrinə dedi. Dedi, elə bir dövr gələcək mənim ümmətim üçün ki, onların bir nəfərinin əcr və mükafatı sizin 50 nəfərinizin əcr və mükafatından artıq olacaq. Deyir, diqqət edin, bu çox belə insanı düşündürən bir şeydir də. Peyğəmbər bu sözü kimlərə deyir? Onlar ki, Quran nazil olan zamanda, vaxtda yaşayıblar. Peyğəmbərlə birgə olublar. Peyğəmbərlə birgə namaz qılıb dua ediblər. Peyğəmbərlə birgə döyüşlərdə iştirak ediblər. Peyğəmbər onlara deyir bu sözü. Deyir, onlar dedi ki, qalu ya Rəsulallah. Onlar bir mənada etiraz elədilər, şahid elədilər ki, ey Allahın Rəsulu, ey Allahın Rəsulu, nəhnu kunnə mə'ək bi Bədrin, Uhud və Huneyn. Dedilər ki, ya Rəsulullah, biz Uhudda, Bədirdə, Huneyndə sizinlə birgə olmuşuq, sizinlə birgə döyüşmüşük və nəzələ fina Əl-Quran, Quran bizim aramızda nazil olub, bizim vaxtımızda nazil olub. Amma biz onlardan daha üstün olmalıyıq. Sən isə buyurursan ki, elə bir zaman gələcək, o zamanda yaşayanlar sizdən daha üstün olacaq. Baxın, Peyğəmbər buyurdu ki, Allahın Rəsulü buyurdu, səbəbi budur ki, onlar elə şeylərə səbr edib, dözərlər ki, siz ona dözüb səbr edə bilmərsiniz. Yəni, onların zamanında artıq ilahi övliyaya əlləri çatmaz. Amma siz məni görürsünüz, Quranın nazil olduğunu görürsünüz, mənimlə birgəsiz. Amma onlar ilahi övliya ilə birgə olmayacaqlar. Amma siz ki, məni görürdünüz. Deyir, Peyğəmbər buyurdu ki, onların əcr və mükafatı siz Uhud və Bədirdən, ondan sonra digər döyüşlərdə əldə etdiyiniz savabdan onların savabı daha artıqdır. Və Allah Rəsulü bundan bizə başa salır ki, intizarda olmaq, o ilahi övliyanın yolunu gözləmək nə qədər fəzilətli əməldir, nə qədər fəzilətə sahibdir. Əba Xalid Kabuli deyir, gəlmişdi İmam Sadiqin yanına, İmam Səccadın yanına, İmamın xidmətinə gəlmişdi. İmam Səccad ona dedi ki, ya Əba Xalid, inna əhlə zamani qeybətih. Qeybət zamanının insanları əl-qailinə bi imamətihi. Onun imamətinə inananlar, onun imamlığına inananlar vəl-muntəzirinə li-əmrihi və onun əmrinə intizarlı olmaq, müntəzər olmaq, onun əmrini gözləmək, əfzəlu min əhli kulli zamanin, bütün zamanların insanlarından daha üstündülər. Hər bir zamanın insanlarından onlar daha üstündür. Ona görə əziz Peyğəmbərimiz buyurur ki, əfzəlul ə'mali ümməti intizarul fərəci minəllahi əzzə və cəl. Ümmətimin ən üstün əməli Allah tərəfindən o gələcək ilahi övliyanın yolunu gözləməkdir. Və Allahın vədidir bu. Allahın vədidir ki, وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يُورِثُهَا عِبَادِيَ الصَّالِحُونَ. Biz Zəburda zikirdən sonra yazdıq ki, yer üzünə mənim salih bəndələrim varis olacaq. İmam Baqir əleyhissalam buyurur ki, bu ayənin şə'n-i nüzulu, bu ayədə nəzərdə tutulan salihlər İmam Məhdi və onun səhabələridir. Və başqa bir ayədə buyurur ki, Allah Teala va'adallahu-llezine amanu minkum və amilus-salihati leyestəxlifennəhum fil-ərz. Nur surəsi 55-ci ayə. Ki, Allahın vədidir. Vədidir ki, Allahın salih bəndələri neynəsin? İnsanlara hakim olsun. Və onları zülmətdən nura doğru çəksinlər. Allah, İmam Sadiq əleyhissalam buyurur ki, Allahın bu vədi bizim qaimimizdir. Onun qaimin İmam Məhdinin zuhuru ilə Allah bu hədəfini gerçəkləşdirəcək, reallaşdıracaq. Bəqiyyətullahu xayrul ləkum in kuntum muminin. Və Allah özü buyurur ki, Hud surəsi 86-cı ayədə Allahın baqi saxladığı, zəxirə saxladığı siz möminlər üçün daha faydalıdır. Əgər mömin ola bilsəz,
Əgər həqiqi iman əhli ola bilsəz. Bəli, Nimi Şaban çox fəzilətli bir gündür. Bunun qədir qiymətini bilək. Ümid gecəsidir, zuhur gecəsidir. İlahi rəhmət gecəsi kimi tanınır Nimi Şaban. İmam Sadiq əleyhissalam buyurur ki, qədir gecəsinə bərabər bir gecədir Nimi Şaban. Şaban ayının 15-ci gecəsi qədir gecəsindən sonra ən fəzilətli gecədir. Bu gecə dua qəbul olunur. Günahlar bağışlanır. Ruzilər və əcəllər ilahi təqdir çərçivəsində yazılır. Bəli, bu günün Nimi Şabanın qədir qiymətini bilək. Gecəni ibadətlə keçirtmək, namaz qılmaq, Quran oxumaq, zikr və dua etmək, tövbə etmək, istiğfar etmək, xüsusilə İmam Zamanın nütbə duasını oxumaq, onun fərəz duasını oxumaq, o həzrətin salamatçılığı üçün sədəqə çıxmaq, oruç tutmaq, o günü ibadətlə keçirtmək, o gecəni əhya saxlamaq, oyaq qalmaq. Allaha and verirəm izzətinə, cəlalına, Nimi Şaban ki bizə öyrədir ümidsiz olmamaq. Nimi Şaban bizə öyrədir tövbəyə tələsmək, zuhura hazır olmaq, əxlaqı və imanı islah etmək. Allah o gecədə özümüzü islah eləməyi, tövbə eləməyi, dua eləməyi, İmam Zamanın gəlişinə ümid bəsləməyi bizə nəsib eləsin. Allahümmə accil li vəliyyikəl fərəcə Mevlana sahibəz zaman.